Mənim üçün yol sahəsi əziz bir sahədir. Ona görə ki, mən uşaqlıqdan bizim ailədə 60-cı illərdə atam yol sahəsində çalışıb. Uzun müddət Bakı şəhər yollarının rəhbəri olubdu və biz uşaqlıqdan yolla maraqlanmışıq və başqa sahə özümüz üçün təsəvvür etmirdik. Azvirt 95-ci ildə Ulu Öndərimizin tapşırığı ilə yaradılmış bir müəssisədir və bunu nəzərə alaraq biz həmişə çalışmışıq. Azvirt bir uğurlu şirkət olsun. Tikdiyimiz yollar, körpülər, tunellər səviyyəsi yüksək səviyyədə olsun və keyfiyyəti yüksək olsun. Azvirtin əsas təməllərini Əli müəllim qoyubdu və Əli müəllim ömür boyu yol sahəsində çalışanda elmlə də məşğul olub və elmin nəticələrini istehsalatda çalışıb istifadə etsin. Və o ənənəni biz çalışmışıq, öz işimizdə davam etdirək və Azərbaycanda yol tikintisində və infrastruktur layihələrinin başqa sahələrində çalışanda yenilikləri demək olar ki, çoxunu Azvirt tətbiq edibdir. Bizim əsas uğurumuz odur ki, bizim kollektiv çoxu professionaldır. Həm təhsil baxımından, həm elmi işçi baxımından. Biz hamımız tikinti sahəsindən gələn insanlarıq və çalışmışıq ki, biz işimizi keyfiyyətlə və məsuliyyətlə icra eləyək. Bizim üçün şərəfdir, biz Qarabağda da bir çox layihələri icra eləyirik. Orada çalışanda özəl bir mühitdir. Biz həm qürurla çalışırıq və bir çox layihələri icra eləmişik. İşlədiyimiz müddətdə bizim cənab prezidentin bu sahəyə, bizim şirkətlərə, ümumiyyətlə sahənin inkişafına göstərdiyi qayğıdır. Bu qayğını biz həm özümüzün inkişafında hiss etmişik, həm uğurlarımızda çalışmışıq o standartlara, dövlətdə olan standartlara uyğun olaq. Davamçılar var, biz istəyirik ki, o davamçılar bizdən daha çox uğurlu olsun. Əsas inkişafı şirkətin, davamçıların, o öncə olan rəhbərlərin apardığı işdən daha uğurlu işlər aparsın.